Değerli izləyicilərim, sizi kanalımdan salamlayıram. Deməli, quzu ətindən çox ləzzətli bir yemək hazırlamışam. Hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Deməli, dəyərli xanımlar, mən bu yeməyi qazanda hazırladım. Amma eyni bu yeməyi sobada da hazırlamaq olur. Lakin bizim burada tikələr, ətin tikələri, quzunun tikələri çox böyük olduğu üçün mən qazanda hazırlamışam. Yumuşaq, çox ləzzətli. Gördüyünüz kimi ət necə də sümükdən ayrılır. Yəni o dərəcədə belə yumuşaq əti olan bir yemək hazırlamışam. Əvvəlcə hazırlama qaydasına keçək. Deməli, quzunun ətidir burada. Duz, istiot, sarı kök, zəncəfil tozu, sarımsaq tozu və qırmızı biber tozu. Bunları yaxşı qarışdırıram və əti o üz bu üz həmən ədviyyat qarışımlı duzla duzlayıram. Dəyərli xanımlar, siz istəsəniz, yəni ətin aralarını kəsib ora sarımsaq, elə bir diş sarımsağı necə bölüb ortadan ətlərin arasına yığa bilərsiniz. Nə bilim, dəfnə yarpağı da əlavə eləyə bilərsiniz. Lakin mən bu formada hazırladım. Əlavə heç bir şey qatmadım. Nə yer kökü, nə kartof, nə sarımsaq. Sonra üzərinə hardasa bir 5 xörək qaşığı qədər də duru yağ əlavə eləyib əti o üz bu üz yağlayıram. Və qazana yığıb qızardıram burada. Deməli, qazana təbii ki kərə yağı əlavə eləyirəm. Daha sonra ətləri bir qazana yerləşdirirəm. Burada məqsəd ətin bişməsi üçün o üz bu üz yağda qızartmıram. Məqsəd odur ki, elə bil əti möhürləyirəm. Ona görə qazın da xodunu normal vermişəm. Çox zəif xodda qoymamışam ki, ət su salmasın. Ətləri yerləşdirirəm qazana və gözləyirəm, elə bil o üz bu üz qızarır. Yəni bişmir. Onsuz da belə tez qızarıb bişməz. Bu böyüklükdə ət. Yəni yenə də deyirəm ki, məqsədim odur ki, o üz bu üz əti möhürlüyümdə, belə deyək ki, o üz bu üz qızardıram. Qızardıqdan sonra ətin üzərinin sosunu hazırlayacağam. Deməli, bunun üçün mən pomidor və tomat pastasından, tomatdan istifadə eləyəcəm. Burada öz bağladığım üçün pomidor ki bağlayırıq, həmən pomidordan istifadə eləyirəm. Burada pomidorun arasında biberlər də var. Yəni təzə pomidordan da hazırlaya bilərsiniz. Əlavə eləyirəm blenderə. Üzərindən də 2 qaşıq tomat əlavə eləyib blenderdən keçirdirəm. Daha sonra deməli əti düzdür, o üz bu üz duzlamışam, amma ətə biraz su əlavə eləyəcəm deyə, şit olmasın deyə bu sosun içərisinə də duz əlavə eləyirəm. Hansı ki bayaq əti duzlayanda ədviyyatlı duz ki var idi, zəncəfil, sarımsaq tozlu duz. Həmən duzdan da əlavə eləyirəm sosun içərisinə və ətin üzərindən gəzdirəcəm. Bax, bu qaydada əlavə elədim duzu da, yəni sos şit olmasın da, ətin üzərindən sosu gəzdirəcəm, şit olmasın. Həm də su əlavə eləyəcəm qazana. Gördüyünüz qaydada bütün ətlərin üstü örtülmə şərti ilə sosu əlavə elədim və suyunu da əlavə eləyirəm. Hardasa 2 stəkana qədər, ətlər yenə qeyd edeyim ki, burada böyükdür, çoxdur. Ona görə 2 stəkan xrustal stəkandan su əlavə eləyirəm. Suyu da elə əlavə eləyirəm ki, ətlərin üstündən sosu yuyub aparmasın. Sonra üzərinə kərə yağı da əlavə eləyib zəif xodda, yəni çox iti xodda yox, qızardanda iti xod vermişdim, amma uje bişməyə qoyanda xodunu alıram, zəif xodda qoyuram bişsin. Qazanın üzərinə də gördüyünüz kimi falqa ilə örtürəm ki, buxarı içərisində qalsın. Biraz qaldı, hardasa 1 saat yarım deyərdim ki, qaldı, 2 saata qədər qaldı qazanda və bişib bişməməsini yoxlayıram. Burada biraz da gözləyirəm ki, tam yağa düşsün, suyu biraz da azalsın, yağa düşsün. Bişdikdən sonra süfrəyə verirəm. Deməli, burada mən servis edirəm. Yeməyi ayrı-ayrı çəkmirəm də, yəni böyük ətlər olduğuna görə elə badnosda servis edirəm. Çox gözəl ətri gəlir yeməyin, həqiqətən yumuşaq. Gördüyünüz kimi ət necə sümükdən ayrılır, yəni o dərəcədə belə yumuşaq bişib ətlər.
Dəyərli xanımlar, siz istəsəniz bu yeməyi hökmən deyil ki, yəni bu qədər bu boyda ət olsun. Bizdə burada quzunun həm qollarının yuxarısıdır, həm budunun yuxarısı, bud dibi və bel əti var burada. Normal quzu ətindən normal tikələr siz bu qaydada hazırlayıb sobada da hazırlaya bilərsiniz, qazanda da hazırlaya bilərsiniz. İstəsəniz yer kökü, kartof əlavə edə bilərsiniz suyuna. Amma onu da qeyd edeyim ki, həqiqətən çox ləzzətli yeməkdir. Həm ətri gözəl, həm dadı gözəl. Kəş ki, buradan dadını, ətrini sizlərə ötürə bilərdim. İnşallah siz də bu qaydada hazırlayın. Əminəm ki, çox bəyənəcəksiniz. Yəni, bəyəniləsi bir yeməkdir həqiqətən. Göz haqqınızı halal edin. Dəyərli izləyicilərim, əgər bəyəndinizsə, zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. İnşallah kanalımda yeni videolarla görüşənədək hələlik.